Akşin. Akşin. Sənin neçə yaşın var Akşin? 5. 5. Bəs sənin neçə yaşın var? Siz bacı qardaşsınız? Dostsuz. Ay Allah, ay Allah, dostsular. Mikrofonu xahiş edirəm, işıqlarını yandırın. Barmikdən icazə almış. Yandı? Bir, yandı. Hə, dostsuz siz? Bəli. Hə, bir məhəllədə yaşayırsınız, həyətdə dostsuz, yoxsa? Yox, Ha. yox. Ayrı-ayrı məhəllələrdə. Ailəli ilə siz dostluq edirsiniz, ona görə sizin də dostluğunuz davam edəcək, hə? Ay, sağ ol. Siz nə edəcəksiniz bizim üçün? Mahnı oxuyacaq. Mahnı oxuyacaqsınız, bərabər bir yerdə ikiniz. Bəli. Oho! Alqışlar xahiş edirəm hər ikisinin şərəfinə. Gürültülü alqışlar. Onların 5 yaşı var, əziz hörmətli tamaşaçılarımız. Və mən demişdim ki, bizim yarışmamızda yaş məhdudiyyəti yoxdur. Gördüyünüz kimi artıq onlar buradadılar və Nə olan hazırdılar. Hazır mısınız? Bəli. Elis alqışlarımızla başladı. Üstüne hiçbir
Bəli, maestro, maestro. Mən istədim maestro bir profesional kimi bir iki kəlmə ilə. Hanı mikrofon? Ay qızım beni buraya. Maestro bir iki kəlmə ilə öz təəssüratlarınızı bizimlə bölüşərdiniz. Bax bu tamaşaçılarla bölüşərdiniz. Ne diyerdiniz? Çok güzel. Çok güzel, doğru. Çok güzel. Hamısı var. Bütün zal vali oldu. Sağ ol maestro. Teşekkürlerimizi bildiririk. Arzu ben. Çox sağ olun. Birinci mən nə deyə bilərəm? Çox gözəl kamera işləməkləri var. Yəni o işləmə qabiliyyəti, o yəni sluh deyirlər də, Bəli. o qavrama Musiqidir. qabiliyyəti. Çox musiqi, həm musiqi barədə, həm də ki gözəl o hissiyatları var. Bu deyir, Allah saxlasın hər ikisi. Ondan sonra sinxron fonoqramaya düşmək məsələsi var. Yəni onu inandırım, yəni özün Allah məni valeh elədi. Belə əstirə-əstirə özüm bir rəqs edirdi. Allah saxlasın. Valideynləri xahiş edirəm, evdə üzərik, duz. Mütləq, Mütləq. Hətta mənə elə gəldi ki, bəlkə maşına elə bunları utdu. Artıq Elariz Amma Məmmədoğlu. mənə belə gəlir ki, duza ehtiyac yoxdur, duzları var bunların. Sadəcə üzəri içərisində. Doğrudan da biz sənət adamlarını biraz güldürmək, yəni düşündürmək çox çətin olur. Amma doğrudan da mən bu gözəl balaları bir daha valeh elədilər bizi. Mən inanıram ki, gələcəyin ya aktrisası, aktyor olacaq, ya gələcəyin gözəl müğənniləri olacaq. İnşallah. Sadəcə bu gözəl balalara zəng eləyin dayanmadan. Və çox sevinirəm ki, doğrudan da Azərbaycanda belə bir talant şou açılıb və hər bir kəs bu özünü belə bir şovda sınaya bilər. Azər, sənə də minnətdarım bildirəm qaqaş. Çox sağ ol. Bilirsən, mən səni çox istəyirəm, sən Allah razı tərbiyəli olsun. və gözəl oğulsan və eşq olsun bu gözəl balalara və bugünkü şov, inanıram ki, tamaşaçıların hamısının bir-bir xoşuna gələcək. Eşq olsun bu gözəl balalara. Bəlkə bir onlardan sorğusu ol eli, sözü var. Mən bütün Azərbaycan xalqına çoxlu üzrümüz odur ki, Eyvallah. bizə SMS göndərsinlər biz və bu maşını udaq. Ay bravo! Bəlkə Akşi sən də danışırsan, hə? Maşını kim sürəcək sizdən? Maşını kim sürəcək Akşi? Mən. Mən sürəcək. Kişi, ah bravo. Oh, oh. Buyur, sənin də sözün var. Sən də bir söz de. Bizə çoxlu SMS Göndərsinlər. biz böyüyək çünki. Siz SMS göndermelisiniz ki biz böyüyək. Yəni sənət baxımından böyüyək. SMS göndərsiniz biz bu maşını udan kimi alacağıq və satacağıq, yenidən diyet hazırlayacağıq. Oh! Yaxşıdır, tərbiyəli, sən gelin. Əziz və hörmətli tamaşaçılar, bu gözəl cütlüyə səs verin, rica edirik sizə bunlara səs verin, bu iki gözəl balamıza səs verin. Əgər onları növbəti mərhələdə görmək istəyirsinizsə və mən əminəm ki, siz onları görmək istəyirsiniz, çünki artıq biz də bunlara çox öyrəşik, darıxarıq bularsınız. Onda mütləq 16 yazıb 84 ona SMS göndər.